Ben bu yaşımda sizin için elə bir mahnı okuyaram ki, ben siz Fars millətçiləri, Fars molla rejimi sizə elə bir şeirlə sözlər deyərəm ki, altınıza qaçırarsınız. Yığışdırın bu zirzibil təbliğatınızı. Sizi qabaqda çox bəd günlər gözləyir. Bu bəd günlər bəlkə də sabah başlayacaq. Gör sizin başınıza nə oynasacaqlar. Məni bizə qorxudan, ehtiyatlandıran oradakı soydaşlarımız Azərbaycanlılardır. Sizi kimi alçaqların əlinin altında öz Azərbaycan xalqına qarşı belə xoşa gəlməz, həm də dünyada misli görünməmiş, dünyada heç bir xalqa öz dilində özünə qarşı mahnı oxutdurmurlar. Ay Sepahın parabeyin generalları. Əgər bu yaxşı şeydirsə, öz Fars dilinizdə, Fars uşaqlarına, Fars molla rejiminə qarşı mahnı oxudun, şeirlər bəstəliyin. Və əgər belə yolla ölkənizi tanıtdırmaq istəyirsinizsə, vəsf etmək istəyirsinizsə, bu cür vəsf edin.